Qazanda qaynayan bu şey mürəbbə deyil. Bu itiburnu doşabıdır. Min bir dərdin dərmanı olan bu doşabın faydalarını saymayla bitmək olmaz. Faydalı olduğu qədər yığmağı da olduqca zəhmətli, əziyyətli işdir. Buna görə ilk öncə dağlardan, dərələrdən topladığım itburnuları uc hissələrini təmizləmək şərti ilə bol su ilə yuyuram. Sonra isə qazana əlavə edib üzərinə su tökürəm və yumuşalana qədər bişirirəm. Qaynayıb yumuşalmış itburnuları aş süzənə əlavə edərək əlimlə yaxşıca əzib tumundan ayırıram. Tumundan ayırdığım itburnu şirəsini tel süzgəcdə 2 dəfə olmaqla təkrar keçirdirəm. Bu onun tükçülərindən təmizlənməsi üçün edirəm. Tel süzgəcdən keçirdiyim itburnu şirəsini təkrar qazana əlavə edərək ocağın üzərinə qoyuram. Bu zaman onu yüngülcə dadlandırmaq üçün 1 stakan şəkər tozu əlavə edirəm. Qeyd edim ki, burada itburnunun çəkisi 3 kiloqramdır. Qaynayıb qatılaşdıqdan sonra onu steril etdiyim bankalara yığaraq qapaqlarını kip bağlayıram və bir gecə isti adyalda gözlədirəm. Budur, faydalı doşabımız artıq hazırdır.